Müəllimlər, hər vaxtınız xeyir olsun. Digər üst-üstə cisimlərə aid maraqlı bir dənə sual. Yenə də paylaşmaq istəyirəm. Deməli, kütləsi 2 kiloqram və 4 kiloqram olan X və Y cisimləri F qüvvəsi ilə dartılır. Y cisiminin təcili verib bizə, X cisiminin təcilini bizdən soruşur. Burada da yenə də müəllimlər, həmişə bu cisimə təsir edən qüvvələri çəkmək lazımdır. Vəsə, başqa bir çətin bir şey yoxdur. Deməli, birinci X-i çəkirəm. Deməli, X-in kütləsi, elə bura yazıram, X-in kütləsi 2 kiloqramdır. Mən bunu 24 Newton qüvvə ilə, deməli, sağ tərəfə çəkirəmsə, buradakı sürtünmə, deməli, hərəkətin əksinə yönəlir. Deməli, buradakı sürtünməni FC ilə işarə edirəm də, FC. Aha, sürtünmə qüvvəsi yalnız cisimlər arasında vardır. İndi bax, bu bizdən X cisiminin təcilini soruşur. İndi bura Newton ikinci qanunu tətbiq edə bilərəm də. 24 çıx FC bərabər MA. Bunu burada saxlayıram, bax bu formada. İndi ikinci cisim üçün, yəni Y üçün deməli qüvvə diaqramını çəkirəm. Deməli Y-in kütləsi 4-dür. 4 kiloqram. Burada diqqətli olun, bax. Yenə də deyirəm, yuxarıdakı sürtünmə sola yönəlibsə, Newtonun 3-cü qanununa görə aşağıdakı sürtünmə sağa yönələcək. FC. Vəsə. Onda burada yerlə də sürtünmə yoxdur da. Newtonun 2-ci qanunu belə yazacaq. F əvəzləyici bərabər MA. Burada əvəzləyici qüvvə ilə FC-dir, F sürtünmə bərabər M-imiz 4-dür, vur. A-nı da bizə verib də 4. 16. Bunu tapandan sonra həmin bax bu F sürtünmə gətirib burada nəzərə alırıq. Vəsə. Nəzərə alandan sonra deməli belə olacaq. 24 minus 16 bərabər 2 dənə A, bu X-in təcilidir də. Onda 2 dənə AX bərabərdir 8. Onda AX nəyə bərabər olacaq? 4 metr bölünmüş saniyənin kvadratı. Burada əsas odur ki, cisimlərə təsir edən qüvvələri deməli düzgün çəkmək lazımdır. Vəsə. Yəni burada çətin bir şey yoxdur. Cavab olacaq C variantı. Diqqətinizə görə sağ olun.